Salam mənim əzizlərim. Bu həftə 15-21 dekabr tarixi Oxatan bürcləri üçün nələr gözləyir? Bu haqda davam edirik. Bu həftə enerjiniz yüksək, əhvalınız pozitiv olacaq. İşdə yeni imkanlar, maraqlı təkliflər edilə bilər sizə. Münasibətlərdə səmimiyyət önəmlidir. Açıq sözlü olmalısınız. Bu vacibdir. Sağlamlıq üçün isə hərəkətdə qalmaq, amma həddini aşmamaq vacibdir. Yəni qədərində hərəkətdə olasınız. Həddindən artıq edilərsə, yəni hərəkətdə qalınarsa və idman edilərsə, səhhətinizlə bağlı narahatçılıqlar da ortaya çıxa bilər. İndi gəlin baxaq. Kartlar bizə üzümüzə gələn həftə nələr vəd edir? Oxatan bürcləri üçün. Deməli, ilk öncə yaxın zamanda vacib bir açıqlama, xəbər, bildiriş və yaxud da mesaj ala bilərsiniz. Bu xəbər həyatınızda müəyyən bir mövzuya aydınlıq gətirəcək. Gələn məlumat diqqətinizi çox çəkəcək, yəni sizin gözlədiyiniz bir xəbərdir əslində. Ehtiyatlı olmağınız barədə xəbərdarlıq edir. Arxanızda sizin xeyrinizə olmayan, yəni sizə qarşı yaxşı niyyət olmayan insanlar var. Yəni məsləhət görülür ki, hər kəslə sirrinizi bölüşməyin. Yəni sizin sirlərinizi paylaşa bilərlər. Qarşılaşdığınız çətinlikləri həlli yaxınlaşır. Doğru yol tapacaqsınız. Problemləri uğurla aradan qaldıracaqsınız. Əslində yaranan bir problemlərin həlli tez asanlıqla olacaq deyənə və bu sizi daha da motivasiya eləyəcək. Sizə xoş təsir bağışlayacaq. Ailə üzvlərlə bağlı mövzular ön plana çıxacaq. Münasibətləri möhkəmləndirmək, hansısa bir anlaşılmazlıqlar varsa, onlara vaxt ayırmaq, həll etməyə çalışmaq daha faydalı olar. Ailə dəstəyi sizə çox önəmlidir. Buna ehtiyacınız var. Sevindirici və müsbət bir xəbər eşidəcəksiniz. Bu xəbər gözlədiyiniz, arzuladığınız bir məsələ ilə bağlı olacaq. Yəni eşitdiyiniz sizi sanki o qədər sevindirəcək ki, yəni ki, bir anlığa deyirsiniz, mən çoxdandır elə mən bunu gözləyirdim də, yəni yaxşı ki, bu xəbər gəldi. Sevdiyiniz bir insanla münasibəti, sizin üçün dəyərli olan bir fürsəti itirməyin verdiyi kədər hissi. Elə bil ki, sizin üçün önəmli olan birimi deyim, bir münasibət mi deyim, bunun bitməsi sizi kədərləndirəcək. Amma bu müvəqqəti bir hissdir. Düzdür, emosional təsiri güclüdür, amma zaman hər şeyin dərmanıdır deyək və itki ilə barışmaq mümkün olacaq. Həyatınıza davam edəcəksiniz. Yaxın gələcəkdə stresli, gərgin bir vəziyyətlə qarşılaşa bilərsiniz. Bu durum sizi narahat etsə də, diqqətli və sakit davranırsanız, zərər görmədən bu stresli, gərgin vəziyyəti aşa bilərsiniz. Tələskən qərarlar verməyin. Belə bir problemli situasiyanla rastlaşanda kənardan onu müşahidə edib həll etməyə çalışın. Alınacaq. Bu qədər.